Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Mədəniyyət naziri Adil Kərimlidən maraqlı bir demək açıqlama var. O bildirib ki, istedadlı insanları üzə çıxarmaq, onları müəyyən etmək Mədəniyyət Nazirliyi olaraq bizim prioritetimizdir. Adil Kərimli demək Milli Məclisin Elm və Təhsil Komitəsində keçirilən incəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusunda ictimai dinləmədə bunu deyib. Uşaq İncəsənət Festivalı gələn ildən İncəsənət Olimpiyadası formatında keçiriləcək. Nəticədə qaliblər imtahansız ali təhsil müəssisələrinə qəbul oluna biləcək deyə nazir vurğulayıb. Ay can, ay can, ay can. Bura bakın.